Hamiləliyin 16-cı həftəsi. 4-cü ayımızı tamamlayırıq, 5-ci aya keçirik və döldə anada hansı dəyişikliklər baş verir, bu haqda danışacağım. Videonun sonunda da meyvələri hamiləlikdə necə istifadə etməliyik, nələrə diqqət etməliyik, bu haqda sizə məlumat verəcəm. 16-cı həftədə dölümüz artıq yeni doğulmuş dölün görüntüsünə gəlir. Təbii ki, daha küçükdür. Hardasa 11 santim uzunluğu var və 100 qrama qədər çəkisi var. Bir avokado boydadır. Amma artıq üz çizgiləri, gözlərin yerləşməsi, qulaqların yerləşməsi, barmaqlar, dırnaqlar əmələ gəlir. Döl aktiv hərəkət edir və əgər təkrari hamiləlikdirsə, siz o dölün hərəkətlərini yüngül toxunuş kimi hiss edə bilərsiniz. Anada qarın biraz daha böyüyür və göbəklə qasıq sümüyü arasındakı orta nöqtədə bulunur hal-hazırda. Yəni artıq qarından uşaqlıq hiss olunur. Bağlar dartılır, sinir ağrıları ola bilər yenə də. Ana bol maye qəbul etməlidir. Artıq sol tərəfə yatmağa vərdiş etməlidir. Əslində hələ ki bu döl üçün çox önəmli olmasa da 24 həftədən sonra önəmli olacaq. Ona görə yavaş-yavaş özünüzü sol tərəfə alışdırın. Anada diş əti qanamaları başlaya bilər. Yəni dişlərimizi təmizləyərək 1-2 damcı qan gələ bilər və yaxud da burnumuzu silərək burundan 1-2 damcı qan gələ bilər. Əgər bu qan yəni böyük miqdarda deyilsə, çox deyilsə, qorxulu deyil və normal sayılır. Bilirik ki, diş ətinin sağlamlığı üçün də C vitamini çox önəmlidir və vitaminlər ümumiyyətcə bizim bədənimiz üçün önəmlidir. Bu vitaminləri biz meyvələrdən alırıq çox miqdarda. Amma vitaminlərin yanında meyvənin içində olan fruktozanı da alırıq. Fruktoza da bədənimizdə glukoza, yəni şəkərə çevrilir. Ona görə nə qədər faydalı olsa da almadır, ərikdir, bunlar vitamin C mənbəyidir, lif mənbəyidir, banandır, hansındakı kali yüksək miqdarda var, üzümdür, hansı ki çox güclü bir antioksidantdır. Biz bunların miqdarına diqqət etməliyik. Gündəlik bizim meyvə ehtiyacımız 300-400 qramdır. Bir alma, orta alma 150 qram olaraq biz onun çəkisini bilsək, buradan hesablaya bilərik ki, ortalama bizim günlük dozamız, miqdarımız, meyvə ehtiyacımız 2 alma qədərdir. Yəni bu bir alma, bir ərik ola bilər və yaxud da bir armud və bir ovuc üzüm ola bilər. Amma ondan fazla deyil. Bəzən yay aylarında hamilələr meyvələrə çox istifadə edirlər meyvələri. Yəni 1 kilo, 2 kilo, hətta yemək əvəzinə yeyirlər və düşünürlər ki, dietik bəslənirlər. Və sonrasında təəccüblənirlər, niyə bu qədər kilo alırlar və yaxud da niyə uşaq bu qədər iridir. Çünki siz çox miqdarda kalori alırsınız, çox miqdarda glukoza alırsınız. Bu sizin insulininizi artırır, yəni fruktoza alırsınız, o da sonrasında bədəndə glukoza çevrilir. İnsulininizi artırır, insulin rezistentliyini artırır və beləliklə aldığınız glukoza yağlara çevrilir və döldə də insulin growth factor deyilən bir hormonu yüksəldərək dölün də hızlı böyüməsinə səbəb olur. Özəlliklə hamiləlik şəkəri olan və yaxud da diabetik olan hamilələr üzüm və banan kimi meyvələri yeməməlidir. Digər meyvələrin də porsiyasını azaltmalıdır.